Davam edək yerin daxili quruluşu haqqında. Yerin daxili quruluşuna öyrənən elm geologiya elmi olacaqdır. Yerin daxili qatları, yəni yerin daxili quruluşu hansı qatlardan ibarət olacaqdır? Birinci üstdən aşağı doğru gəldikcə yer qabığıdır, mantidir, sonra isə nüvə olacaqdır. Birinci nüvə haqqında danışan deyir ki, hal-hazırdakı təsəvvürlərə görə yerin daxilində qızmar ərinti şəklində olan bir nüvə yerləşir. Bu hal-hazırdakı müasir təsəvvürlərə görə bu belədir. Nüvə qalanlığı 3500 kilometrə bərabər olacaqdır və bu da bayaqki dərsimizdə, əvvəlki dərsimizdə öyrəndik ki, ağır metallardan ibarət olacaqdır. Ağır eyni zamanda radioaktiv metallardan ibarət olacaqdır və bunların bir-birinin zəncirvari reaksiyası nəticəsində bu metallar hər zaman ərinti şəklində, qızmar şəkildə orada yerin daxilində dayanacaqdır. Bu ağır metallar dəmir və nikel olacaq, yüngül metallar isə uran və plutonium kimi, daha doğrusu radioaktiv metallar isə uran və plutonium kimi radioaktiv metalları qeyd edə bilər. Burada temperatur deyir ki, 3500-5000 dərəcə Selsiyə qədər çatır və buradakı temperatur günəşin səthindəki temperatura yaxın bir temperatura bərabərdir. Və burada hər zaman yüksək təzyiq olacaq, yəni yüksək sıxılma, yüksək gravitasyon sıxılma qeyd edəcək. Və bunun da təsir nəticəsində dedik ki, radioaktiv gravitasyon parçalanma və radioaktiv parçalanma nəticəsində burada daim həmin o metallar ərinti halı şəklində olacaqdır. Və nüvə iki hissədən ibarətdir. Bu daxili nüvə, eyni zamanda xarici nüvədən ibarət olacaq. Sonra indi mantiyə keçək. Mantiyə isə yenə iki qatdan ibarət olacaqdır. Mantiyə Yunan dilində manto sözündən götürmüşdür, örtük demək olacaqdır və bu nüvəni hər tərəfdən örtdüyünə görə biz bunu mantiyə, yəni örtük adlandıracağıq. Buradakı temperatur nüvə ilə müqayisədə bir qədər aşağıdır. 1000-2500 dərəcə Selsiyə qədər temperatur burada istiliyə çatacaqdır. Və burada da yenə ərinti şəklindədir, yəni yüksək sıxılma, yerdə orada yüksək təzyiq olacaqdır və buradakı metallar bir qədər daha yüngül metallar sayılacaqdır. Dedik ki, ağır metallar nüvədə toplanmışdır, yüngül metallar isə mərkəzdən qaçma qüvvəsinin təsiri nəticəsində mantiyada toplanmışdır. Buna maqneziumdur, ferium yəni dəmirdir, dioksiddir, siyanid dioksiddir və s. kimi metallar olacaqdır. Mantiyada yenə iki hissədən ibarət olacaq. Bunlar alt mantiya, bir də üst mantiya olacaqdır. Bir də üst mantiyanın aşağı sərhədi nə adlanacaqdır? Astenosfer qatıdır. Yəni üst mantiyanın aşağı sərhədi deyəndə üst mantiya ilə alt mantiyanın arasındakı qatdan söhbət gedir. Bu astenosfer qatı adlanacaqdır. Astenosfer qatı bizdəki yerdəki litosfer tavalarını hərəkətə gətirən də qat olacaqdır. Bu plazma şəklindədir. Yəni nə tam bərk, nə də ki tam yumuşaq şəkildə deyil, yəni bir qədər plazma şəklində olacaqdır və litosfer tavalары keçəcək ki, bu astenosferin üzərində dayanmadan hərəkət edir və sürüşür və yerdəki yer qabığının relyefinin formalaşmasına səbəb olur. Eyni zamanda bu qat deyirik ki, zəlzələnin gücünü zəiflədən qat sayılır. Çünki alt mantiyadan gələn o parçalanma dalğaları, parçalanma nəticəsində əmələ gələn o titrəyişlərdir, hərəkətlərdir. Gəlib bu astenosferə çatdıqda onun bir qədər gücünü zəiflədir, yumuşaldır və yer səthinə bir qədər zəifləmiş şəkildə zəlzələ gəlib çatır. Yəni astenosfer olmasaydı yer kürəsində zəlzələlər daha güclü, daha bərk hiss olunardı. Sonra bir də astenosferin üzərində bir qat var. Bu qatımızın adı isə nədir? Benyov qatı adlanacaqdır. Sonra indi gəlin baxaq. Mantiyə dedik, yer qabığına baxırıq. Yer qabığı nə olacaqdır? Yer qabığı üst bərk hissəsi sayılacaqdır. Yer qabığı 3 qatdan ibarət olacaqdır. Bunlar hansılardır? Aşağıdan yuxarı doğru gəldikcə bazalt, sonra qranit, sonra isə çökmə qatlardan ibarət olacaqdır. Və yer qabığının qalınlığı hər yerdə eyni deyil. Bu Himalay dağlarında 70-90 kilometrə çatır. Ən qalın yer qabığı məhz Himalay dağları tərəfində olacaqdır. Ən nəzik yer qabığı isə Marian çökəkliyindədir. Bilir ki, dünyanın ən dərin çökəkliyi ora sayılır və yer qabığı minimal qatı, yəni qalınlığı məhz orada rast gələcək. Cəmi 1-1 kilometr qalınlığa malikdir. Yerdə qalan hissələrdə isə ortalama olaraq materiklərdə 35-90 arasıdır. Okeanlarda isə 5-10 kilometr arasında bu yer qabığının qalınlığı bu rəqəmlərə çatacaqdır. Sonra demək, materik, okean, deməli yer qabığı iki tipi mövcud olacaq. Bunlar hansılar? Materik tipli, bir də okean tipli yer qabığı olacaqdır. Materik tipli ilə okean tipli yer qabığının fərqi nədən ibarətdir? Materik tipli də deyirik ki, 3 qatın hər üçü var, yəni bazaltdır, qranit, çökmədə hər üçü var idi. Amma okean tipli isə hansı yox idi? Bilir ki, qranit qatı yox idi. Yalnız 2 qatdan ibarətdir. Bazalt və çökmədən ibarətdir. Yəni burada qranit qatı okean tipli yer qabığında yoxdur.
Sonra demək litosfer nədir? Litosferə baxaq. Yer qabığı ilə üst mantyanın birləşməsi nəyə əmələ gətirəcəkdir? Litosfer əmələ gətirir. Bəli, biz keçirik mantiya iki hissədən ibarət idi. Alt mantiya, bir də üst mantiya idi. Bir də öyrənib indi nəyə yer qabığını? Üst mantiya ilə yer qabını hər ikisini birləşdirərək hansı təbəqəni əmələ gətiririk? Deyəcəyik litosfer qatı adlanır. Sonra demək, bir də bu Mohel sərhədinə baxaq. Mohel sərhədi nədir? Litosferin deməli üst mantiya ilə yer qabığı arasındakı sərhəd isə Mohel sərhədi olacaq. Bu litosferin tərəfi ilə Mohelin tərəfi bir-birinə oxşuyur. Sadəcə bir fərq olacaq, bir söz dəyişir, onda da dəyişir, fərq yaranacaqdır. Demək, litosfer nə oldu? Yer qabı ilə üst mantiya birləşməsi litosfer əmələ gətirdi. Mohel isə nədir? Yer qabı ilə üst mantiya arasındakı sərhəd nədir? Mohel olacaqdır. Mohel sərhədi adlanır. Demək, bir sərhədi keçirik, Konrad sərhədi. Konrad sərhədi isə harada yerləşir? Qranitlə bazaltın arasındakı sərhəd sayılacaqdır. Tektonosfer qat var. Tektonosfer isə nədir? Bayaq dedik ki, zəlzələləri yumuşaldan qat hansı idi? Astenosferdir. Yəni zəlzələlər nədir? Tektonik hərəkətlərdən biridir. Və astenosfer ilə də litosferi birləşdirdikdə hansı qat əmələ gəlir? Tektonosfer qatı əmələ gələcəkdir. Belə. Demək, bu yerin daxili quruluşuna bir yerdə baxaq. Bu şəkildə hamısını birlikdə baxaq. Bir dəfə də üstündən keçək. Demək, birinci gəldiyindən nüvə. Nüvə iki hissədən ibarətdir hansılar? Daxili nüvə, bir də xarici nüvə olacaq. Mantiya isə yenə iki qatdan ibarətdir. Hansı idi? Alt mantiya ilə üst mantiya olacaq. Demişik ki, üst mantiyanın alt hissəsində astenosfer qatı yerləşir. Astenosfer demişik ki, nəyə səbəb olurdu? Yerdə zəlzələlər yumuşaldan qat olacaqdır. Sonra burada astenosferlə də alt mantiyanın arasında dərslikdə yazılmamışdır. Burada Gutenberg sərhədi də mövcuddur. Digər sərhəd isə Benioff sərhədidir. Benioff sərhədini kitabda necə oxumuşduq? Astenosferin üzərində yerləşən sərhəd nə adlanır? Benioff sərhədi adlanır. Bunu yenə başqa sözlə üst mantiya ilə alt mantiya arasındakı sərhəd də adlandıra bilərik. Bu sərhəd nə sərhədi sayılır? Benioff sərhədi sayılır. Sonra davam edirik indi yer qabığı. Yer qabığı isə bazalt, qranit, çökmə qatlarından ibarətdir. Dedik ki, qranit ilə bazaltın arasında sərhəd var. Bu sərhəd nə adlanırdı? Konrad sərhədi adlanır. Sonra bir də dedik ki, litosfer nə idi? Litosfer üst mantiya ilə yer qabığının birləşməsi. Yəni buradan baxır ki, bazalt, qranit, çökmə, bir də üst mantiya. Yəni üst mantiya ilə yer qabığının birləşməsi nəyə əmələ gətirir? Litosfer əmələ gətirir. Bəs Mohel sərhədi haradaydı? Dedik ki, üst mantiya ilə yer qabığının arasındakı sərhəd sayılacaqdır. Bu sərhədimiz isə nə sayılır? Mohel sərhədi sayılacaqdır. Bu oldu demək yerin daxili quruluşu və burada indi məsələlər də var. Gəlin bu məsələlərə baxaq görək bu necə həll edilir. Demək, birinci baxaq görək bu geotermik pillə nədir? Geotermik pillə temperatur 1 dərəcə Selsi artması üçün lazım olan dərinlikdir. Yəni bu dərinlik fərqli ola bilər. Bəzi yerlərdə temperaturun 1 dərəcə Selsi artması üçün 10 metr düşməmiz kifayət edir. Bəzi yerlərdə isə temperaturun 1 dərəcə Selsi artması üçün biz 100 metr aşağı düşməliyik. Yəni geotermik pillə hər yerdə eyni deyil. Deyəcək ki, seysmik cəhətdən aktiv olan ərazilərdə geotermik pillə kiçikdir. Yəni bu mantiyaya belə desək daha yaxın. Yəni orada tez-tez vulkanlar püskürür, vulkan püskürən yer necə olur? İsti olur. Ona görə də biz orada 5 metr, 10 metr deyək ki, 20 metr aşağı düşəndən sonra temperatur 1 dərəcə Selsi artır. Oranın geotermik pilləsi az olur. Amma platforma olan ərazilərdə, yəni harada ki, orada zəlzələ, vulkan baş vermir, burada biz temperatur 1 dərəcə Selsi artması üçün daha çox dərinliyə düşməliyik. Deyək ki, 50 metrdə ola bilər, 60 metrdə, 100 metrdə ola bilər. Yəni geotermik pillə nə olur? Temperaturun 1 dərəcə Selsi artması üçün lazım olan dərinlikdir ki, biz bunu geotermik pillə adlandırırıq. Yer qabığında bu geotermik pillə ortalama olaraq neçə metrə bərabərdir? 33 metrdir. Yəni əksər məsələlərimizdə biz bu 33 metrlə hesablayacaq məsələlərimizdir, amma bu ortalama rəqəmdir. Hər yerdə dediyim kimi belə deyil. Yəni bu geotermik pillə az da ola bilər, çox da ola bilər. Geotermik qradiyent isə nədir? 100 metr dərinliyə düşdükdə temperaturu bu 33 metrə nəzərən götürdükdə hər 33 metr qalxanda 99 metrə çatanda neçə olur? 3 dərəcə Selsi olur ki, biz də bunu geotermik qradiyent adlandırırıq. Geotermik qradiyent isə nə olacaqdır? 100 metr dərinliyə çatanda əldə edilmiş temperatur neçədirsə, biz bunu geotermik qradiyent adlandırırıq. Ortalama olaraq rəqəm 33 isə geotermik qradiyent də 3 dərəcə Selsiyə bərabər olacaqdır. Demək, burada Tau-Togna qızıl mədən haqqında yazılır ki, burada yerin daxilinə düşdükcə artıq orada temperatur 40-60 dərəcə Selsiyə qədər çatır. Burada rütubətli hissə deyil, 100%-ə qədər çatmış olacaqdır. Yəni burada həddindən artıq ağır şərait var, yəni temperaturda görür ki, yüksəkdir, həddindən artıq
müsbətlik var və burada hər il demək olar ki 5-7 nəfər həyatını itirir. Azərbaycanda demək yerin daxili qatlarını öyrənmək üçün bir neçə quyu qazılmışdı ki, bunlardan biri də məhz Azərbaycanda Saatlı rayonunda yerləşir, 8,2 kilometrə bərabərdir. Amma ən dərini isə SSR tərəfindən qazılmış quyudur. Bu Kola yarımadasında yerləşir. Orada səhv etmirəmsə 10 kilometrdən çox idi o dərin quyu. 12 kilometrdən. Bəli, ola bilər. Daha sonra Çində də bu qazıntı işləri aparılmışdı. Amma deyəsən o rekordu təzələyə bilməmişlər. Hələ də Kola yarımadasında SSR dövründə qazılmış quyu ən dərin quyu hesab edilir. Demək, görək bu məsələlər necə həll ediləcəkdir. Məsələ bir də nə yazılıbdır? 40 metr dərinlikdə suxurların temperaturu 35 dərəcə Selsidir. 205 metr dərinlikdə neçə dərəcə olar? Demək, bunu sadəcə tənasüb kimi həll edəcəksiniz. Demək olar ki, 40 metr dərinlikdə temperatur nə qədərdir? 35-dir. Bizdə haranı soruşur? 205 metr dərinliyi soruşur. Burada temperatur neçə dərəcə olacaqdır? Biz bunu bilmirik. Aradakı fərq nə qədərdir? Biz bunu tapmalıyıq görək. Nə qədər dəyişəcəkdir? 205 və 40. Aradakı fərq 165 metrə bərabərdir. İndi baxın görək geotermik pillə nə qədərdir? Geotermik pillə mötərizədə yazılır ki, hər 33 metrə 1 dərəcə Selsi artır. İndi hər 33 metrə temperatur 1 dərəcə Selsi artırsa, bəs 165 metrə temperatur nə qədər artar? X dərəcə Selsi. Burada 5-dən. Bəli, 165-i bölürük 33-ə, cavab alınacaq 5 dərəcə almış olur. İndi 5 dərəcə o demək deyil ki, temperatur burada 5 dərəcə olacaqdır. Biz aşağıya doğru düşürüksə, temperatur arta gedir. Nə qədər artacaqdır? 5 dərəcə artacaqdır. Burada 35 idi və 5 dərəcə artır, nəticədə olacaqsa 40 dərəcə Selsiyə bərabər olur. Yəni bu qaydada tənasüblə eyni zamanda aradakı, yəni birinci mərhələdə nə etdik? Aradakı fərqi tapırıq. Yəni, ola bilər ki, burada 205 verilməsin, temperatur versin. 35-dir, 40-dır temperaturlar, aradakı temperatur fərqini tapacaq. Metrlər verəndə isə metr fərqini tapırıq. Sonra isə ayrı qaydada tənasüblər, yəni geotermik pillə məsələnin şərtində verilir. Həmin geotermik pilləyə əsasən məsələmizi həll edirik.